Biz Bakıda bir çox önəmli nəqliyyat layihələrini icra etdik. Mən onların bəzilərini sadaladım və bizə imkan verdi ki, müəyyən mərhələdə tıxaclardan özümüzü sığortalanmış edək. Ancaq inkişaf göz qabağındadır, əhali artır, maşınların sayı artır. Hər il 10 minlərlə yeni avtomobil daxil edilir ölkəmizə. İndi müəyyən məhdudiyyətlər də qoyulur, onların deməli, istismar müddəti ilə bağlı. Yerli avtomobil istehsalı artır. Ona görə mövcud olan yol infrastrukturu artıq bizə kifayət etmir. Onu da bilməliyik ki, Bakının tarixi memarlıq ansamblını biz dəyişdirə bilmərik və yol nəqliyyat sisteminin idarə edilməsi və mikromobillik, yəni ictimai nəqliyyata üstünlük verilməsi, yəni bir çıxış yolu ola bilər. Və bu istiqamət üzrə bizim rəqəmsal inkişaf və nəqliyyat Nazirliyi fəal işləyir, beynəlxalq mütəxəssisləri cəlb etməklə. Artıq Bakının yeni yol infrastrukturunun xəritəsi təsdiqləndi. Qeyd etdiyim kimi, yeni 10 metro stansiyasının yeri də müəyyən olundu. O yerlər artıq onların sərəncamına verildi. Bundan başqa əlavə 2 depo da tikiləcək. Mövcud olan metro stansiyalarında optimallaşma layihələri icra edilir. Mən qeyd etdim, son 20 il ərzində 7 metro stansiyası tikilib. İndi əgər onlar tikilməsəydi, görün indi vəziyyət necə olacaqdı. Mikromobillik, piyadalar üçün daha geniş məkanın verilməsi və bəzi küçələri piyadalar üçün ancaq təşkili və bu proses davam edir. Yaxın aylarda bunu ictimaiyyət görəcək. Eyni zamanda yeni ictimai yerlərinin yaradılması Bakıda çox geniş vüsət alıb və yeni parklar, yeni ictimai zonalar, istirahət zonaları yaradıldıqda mütləq bunun nəqliyyat infrastrukturu da paralel olaraq öz həllini tapır.